Salam dəyərli şagirdlərim və dinləyicilərim. Bu gün mən sizə elektrik yükü, elektrik sahəsi bölməsindən paraqraf, elektrik yükü kulon qanunu mövzusunun izahlarını verəcəm. Deməli, elektrik yükünə malik zərrəciklər arasındakı qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsir adlanır. Yəni, bir var qravitasiya qarşılıqlı təsir qüvvəsi, hansı ki, kütləyə malik olan cisimlər arasında yaranan qarşılıqlı təsir qüvvəsidir və həmişə cazibə xarakterlidir. Lakin elektrik yükünə malik zərrəciklər və ya cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi, qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsir adlanır. Necə ki, kütlə qravitasiya sahəsinin intensivliyini müəyyən edir, eləcə də elektrik yükü elektromaqnit qarşılıqlı təsirinin intensivliyini müəyyən edir. Elektromaqnit qarşılıqlı təsir nəticəsində mayelər və bərk cisimlər ayrı-ayrı molekullara parçalanır. Ona görə ki, mayələrin və ya bərk cisimlərin molekullar arasında yaranan qarşılıqlı təsir qüvvələri mayələrin və bərk cisimlərin dayanıqlığını təmin edir. Eyni zamanda bəzən bizdən soruşurlar ki, hansı qüvvələr hansı qarşılıqlı təsirə malikdir? Məsələn, kütləyə malik olan cisimlər arasında yaranan qarşılıqlı təsir, məsələn, cazibə qüvvəsi qravitasiya təbiətli qüvvələrdir. Lakin cisimlərin deformasiyası zamanı yaranan elastiklik qüvvələridir. Həmçinin də sürtünmə qüvvəsi və ya sürtünmə qüvvələri elektromaqnit təbiətli qüvvələrdir. Bir sözlə, cismi təşkil edən molekullar arasında həm cazibə, həm də itələmə xarakterli qüvvələr meydana çıxırsa, deməli, bu qarşılıqlı təsir elektromaqnit təbiətli qüvvələrdir. Elektromaqnit qarşılıqlı təsir, yəni müasir fikirlərə görə, müasir elmə görə elektromaqnit qarşılıqlı təsir materiyanın xüsusi forması olan elektromaqnit sahəsi ilə ötürülür. Elektromaqnit sahəsi bir-biri ilə sıx bağlı olan elektrik və maqnit sahələrinin toplusudur. Yəni, ayrı-ayrılıqda biz maqnit sahəsini nəzərə almayanda elektrik sahəsindən danışırıq və yaxud da elektrik sahəsini nəzərə almayanda maqnit sahəsindən. Lakin elektromaqnit sahəsindən danışırıqsa, biz həm elektrik, həm də maqnit sahələrinin birgə fəaliyyətindən, birgə toplu şəklində hərəkətindən danışırıq. Ümumiyyətlə, fizikanın elektromaqnit sahəsinin qanunlarını öyrənən bölməsi elektrodinamika adlanır. Necə ki, biz bundan əvvəl həm mexanika, həm molekulyar fizika ilə tanış olduq, bölmələrlə tanış olduq. Eləcə də indi elektrodinamika adlanan bölmə ilə tanış olacağıq ki, bunu nə təşkil edir? Elektromaqnit sahəsinin qanunları. Yəni, həm elektrikdə, həm maqnitdə baş verən hadisələr və bu hadisələrin qanuna uyğunluqlarını öyrənən bölmə elektrodinamika adlanır. Lakin elektrodinamikanın xüsusi bir bölməsi ki var, necə ki, məsələn, mexanikanın kinematika, dinamika, statika bölmələri var idi, onun kimi elektrodinamikanın da sükunətdə olan elektrik yüklü cisimlərin
xassələrini öyrənən bölməsi elektrostatika adlanır. Və bu bölmədə xüsusilə önəmli olan vacib kəmiyyətlərdən biri elektrik yüküdür ki, elektrik yükü skalyar kəmiyyət olub, Q hərfi ilə bəzən böyük Q, bəzən kiçik Q hərfi ilə işarə edilir. Beynəlxalq sistemdə elektrik yükünün vahidi kulondur. Kulon nədir? Kulon 1 amper şiddətində sabit cərəyanlı naqilin en kəsiyindən 1 saniyə müddətində keçən elektrik yükünün miqdarıdır. Yəni 1 kulon bərabərdir 1 amper vurulsun saniyə. Gəlin elektrik yükünün xassələrinə baxaq. Ümumiyyətlə təbiətdə 2 növ elektrik yükü mövcuddur. Müsbət və mənfi. Müsbət yüklərə nümunə olaraq proton, maddə zərrəci olan protonu, pozitron, alfa hissəcik, heliumun nüvəsi göstərə bilərik. Yəni, testlərdə, məsələlərdə bizə proton verəndə, pozitron, alfa hissəcik verəndə biz bunların yükünü müsbət götürürük. Elektron, antiproton veriləndə isə biz bunların yükünü mənfi götürürük. Ümumiyyətlə, yük cisimsiz müəyyən olunmur da, yəni yük mütləq cisimdə olmalıdır. Yəni cisim var, ola bilsin ki, onun yükü yoxdur. Məsələn, cisim var, amma elektroneytraldır, yəni onun yükü yoxdur. Bu, yəni mümkündür. Lakin elektrik yükü var, cisim yoxdur, bu mümkün deyil. Yəni elektrik yükü mütləq cisimdə olmalıdır, zərrəcikdə olmalıdır. Eləcə də bizdə məsələn neytron da var ki, neytron elektrik yükünə malik deyil və ya antineytron elektrik yükünə malik deyil. Ümumiyyətlə eyni işarəli elektrik yükləri bir-birini itələyir. Bəzən dəf edir yazılır, şagirdlər dəf edir, başa düşmür. Dəf etmək, yəni itələmək. Fərqi yoxdur. İstər 2 dənə müsbət yük olsun, istər 2 dənə mənfi yük olsun. Mütləqdir ki, bunlar bir-birlərini itələyir. Özü də bu itələmə qüvvəsi modulca bərabər olur, istiqamətcə əks olur. Fərqi yoxdur. Cisimlərdən biri böyük miqdarda müsbət yüklə yüklənmişdir, digəri kiçik miqdarda yüklə yüklənmişdir, fərqi yoxdur. Bunlar əgər eyni işarəlidirlərsə, bir-birlərini bərabər, modulca bərabər olan qüvvələrlə itələyirlər. Müxtəlif işarəli elektrik yükləridirlərsə, bir-birlərini bərabər, modulca bərabər olan qüvvələrlə cəzb edirlər. Bundan başqa elektrik yükü additiv kəmiyyətdir, yəni toplana bilən kəmiyyətdir. Necə ki, kütlə də additiv kəmiyyətdir. Məsəl üçün, bir qabda 3 ədəd alma var. Bu qabda, qab birlikdə, bu qabın kütləsi almalarla birlikdə nə qədərdir? Təbii ki, ayrı-ayrı almaların kütlələrinin cəmi üstəgəl qabın kütləsi olacaqdır. Yəni, toplana bilən kəmiyyətdir. Məsələn, temperatur toplana bilən kəmiyyət deyil. Tutaq ki, bir otaqda 20 şagird var, 20 nəfər şagird var. Hər birinin temperaturu 37 dərəcədirsə, onda belə çıxır ki, burada neçə dərəcə temperatur olmalıdır? 370, 370, 600, 740 dərəcə belə çıxır da, düzdürmü? Amma o qədər temperatur var, əlbəttə ki, xeyr. Lakin elektrik yükü additiv kəmiyyətdir, yəni istənilən sistemin elektrik yükü həmin sistemi təşkil edən cisimlərin və yaxud da zərrəciklərin
elektrik yüklərinin cəbri cəminə bərabərdir. Yəni bir sistemdə tutalım 3 zərrəcik var və ya 3 cisim var. Bunların ayrı-ayrılıqda yükləri tutaq ki 10 kulon, 20 kulon, 30 kulondursa, o zaman ümumi yük məsəl üçün olacaq 60 kulon. Tutaq ki biri mənfi 10 kulon, biri müsbət 20 kulondursa, ümumi yük olacaq onların cəmi müsbət 10 kulon. Və yaxud da hər ikisi mənfi 10 kulon, mənfi 10 kulondursa, olacaq mənfi 20 kulon. Yəni cəbri olaraq toplanır. 3. Elektrik yükü diskretdir. Cismin elektrik yükü elementar yükün tam misillərinə bərabərdir. Yəni Q bərabərdir N vur Y. Burada N tam ədəddir. 0 plus minus 1 plus minus 2. Yəni N bəzən belə deyirik, artıq və ya çatışmayan elektronların sayıdır. Y elementar yükdür. Təbiətdə tapılan ən kiçik yükdür. 1,6 vur 10 üstü mənfi 19 kulona bərabərdir. Elektronun yükü mənfi elementar yükə, yəni mənfi Y, protonun yükü isə müsbət elementar yükə, yəni plus Y olacaqdır. Neytronun yükü isə təbii ki, sıfıra bərabərdir. Bundan başqa elektrik yükü invariant kəmiyyətdir. Yəni bir ətalət hesablama sistemində cismin, zərrəciyin yükü nədirsə, digər ətalət hesablama sisteminə görə də həmin yükə bərabər olacaqdır. Və zərrəciyin yükü onun hərəkət sürətindən asılı deyil. Və nəhayət ən çox belə deyək, istifadə etdiyimiz elektrik yükünün saxlanma qanunu, yəni elektrik yükü təbiətin fundamental saxlanma qanunlarındandır ki, qapalı sistem təşkil edən zərrəciklərin yüklərinin cəbri cəmi sabit qalır. Bəzən qapalı sistem nədir sual verilir. Qapalı sistem xarici cisimlərlə elektrik yükünün mübadiləsində olmayan sistemlərə deyilir. Yəni sistem ətrafdan nə elektrik yükü alır, nə də elektrik yükü verir. Tutaq ki bizim bir sistemimiz var. Qapalı sistemdir. Burada məsələn cisimlər var. Hərəsinin yükü məsəl üçün müsbət 2 kulondur. 5 cisimdir. Ümumilikdə 10 kulon yük edir. Bu o deməkdir ki, burada mübadilə daxildə, yəni sistemdə nə qədər mübadilə baş versə də öz aralarında sonda sistemin yükü yenə də müsbət 10 kulon olacaqdır. Amma bura ətrafdan müdaxilə olunsa, yük verilsə və ya yük alınsa, təbii ki, bu 10 kulona bərabər olmayacaqdır. Ona görə də qapalı sistem deyəndə, yəni xarici cisimlərlə və ya sistemlərlə, zərrəciklərlə heç bir elektrik mübadiləsindən söhbət gedə bilməz. Odur ki, elektrik yükünün saxlanma qanunu aşağıdakı şəkildədir, yəni yüklərin cəbri cəmi sabit qalır. İndi isə mən sizə uşaqlar, daha doğrusu şagirdlər, elektriklənmənin növləri haqqında danışmaq istəyirəm. Ümumiyyətlə, bir var neytral cisim, məsələn atom. Atom nüvədən və nüvənin ətrafında hərəkət edən elektronlardan ibarət mürəkkəb əlaqəli bir sistemdir ki, normalda atom neytral halda olur, elektroneytraldır. Çünki atomun nüvəsində olan protonların sayı ilə onun ətrafında olan elektronların sayı bir-birlərinə bərabərdir. Əgər atom
özünə elektron qəbul edərsə, birləşdirərsə, mənfi iona çevrilir. Yox, atom elektron itirərsə, müsbət iona çevrilir. Eləcə də cisimlər də belədir. Yəni, neytral cisim deyəndə biz hesab edirik ki, oradakı proton və elektronların sayı bir-birlərinə bərabərdir. Əgər biz bu proton və elektron balansını pozarıqsa, bu zaman bizim cisimimiz elektriklənmiş hesab olunur. Yəni, o elektriklənir. Ya mənfi, ya müsbət olaraq elektriklənir. Adətən elektriklənməni 3 qrupa ayırırıq. Sürtünmə ilə elektriklənmə, təsirlə elektriklənmə, bəzən buna elektromaqnet induksiya deyirik və toxunmaqla elektriklənmə. Ümumiyyətlə qəbul olunub ki, şüşə çubuğu ipək parçaya sürtdükdə çubuqdan ipək parçaya elektron keçir. Nəticədə ipək parça mənfi, şüşə çubuq isə müsbət yüklənir. Yəni, qısaca, şüşə çubuğu ipək parçaya sürtdükdə şüşə çubuq müsbət, ipək parça isə mənfi yüklənir. Və yaxud da ebonit çubuğu yun parçaya sürtdükdə parçadan çubuğa elektron keçir. Nəticədə parça müsbət, şüşə çubuq isə mənfi yüklənir. Yəni, ebonit çubuğu yun parçaya sürtdükdə yun parça müsbət, ebonit çubuq isə mənfi yüklənir. Bu, sürtünmə ilə yüklənmədir. Ümumiyyətlə, iki neytral cismi naqili tutalım, bir-birinə sürtürüksə, mütləq onlardan biri müsbət, digəri isə mənfi yüklənəcəkdir. İkinci, təsirlə elektriklənmədir. Necə ki dedik, buna elektrostatik induksiya hadisəsi də deyilir. Yəni, elektrik sahəsinin təsiri ilə metal lövhədə yüklərin yenidən paylanması. Tutalım, belə deyək. Məsələn, bizim neytral cisimimiz vardır. Biz bura müsbət yüklənmiş hər hansı bir cismi yaxınlaşdırırıq, toxundurmuruq, yəni yaxınlaşdırırıq. Bu zaman nə baş verir? Ümumiyyətlə, əvvəlcə deyək ki, bu gördüyünüz metal cisim, yəni neytral cisim, o demək deyil ki, burada proton və elektronlar yoxdur. Müsbət və mənfi yüklər yoxdur. Var, sadəcə biri-birlərinə bərabərdir sayca. Nə baş verir? Bu zaman metal lövhənin digər tərəflərində olan elektronlar müsbətə doğru yaxınlaşır və gəldiyi yerdə təbii ki, elektron çatışmamazlığı yaranır və nəticədə metal lövhənin yaxınlaşdırdığımız cisimə yaxın olan tərəfi əks yüklə işarələnir. Yəni, mənfi, digər tərəf isə müsbət. Bəzən bunu yanlışlıqla belə izah edirlər ki, cüvası müsbəti neytral cisimə yaxınlaşdıranda neytral müsbətləri itələyir, mənfiləri cəzb edir. Bu əsla belə deyil. Yəni, metal cisimdə gördüyünüz müsbət yüklər hərəkət eləmir. Yəni, bu müsbət yüklər kristal qəfəsin düyün nöqtələrində olan nüvələrin yüküdür ki, o nüvələr rəqsi hərəkət eləyə bilir. Yəni, sərbəst olaraq elektron kimi hərəkət eləmir. Ona görə
müsbət yüklər hərəkət eləmir. Onlar yerində qalır. Lakin elektronlar müsbət yüklənmiş lövhə cismə tərəf yaxınlaşır. Və yaxud da biz mənfi yüklənmiş cismi yenə də neytral cismə yaxınlaşdırsaq, yaxındakı mənfiləri təbii ki, itələyəcəkdir əks tərəfə. Burada isə elektron çatışmamazlığı yaranacaqdır. İndi bu say bərabər olmalıdır. Biraz artıq çəkdim. 1, 2, 3, 4. 1, 2, 3, 4. Bu şəkildə olacaqdır. Deməli, bu gördüyünüz elektriklənmənin təsirlə olan növüdür ki, elektrostatik induksiya hadisəsi adlanır. Yəni, elektrik sahəsinin dediyimiz kimi təsiri ilə metal lövhədə yüklərin yenidən paylanması olacaqdır. Ümumiyyətlə, cisimlərin elektriklənməsini müəyyən edən elektroskop adlı bir qurğumuz var ki, elektroskop cisimlərin elektriklənməsini müəyyən edir. Yəni, buna keyfiyyətcə ölçmə deyirlər. Yəni, keyfiyyətcə müəyyən edir ki, bu cisim elektrik yükünə malikdir, yoxsa yox. Və iş prinsipi eyni adlı yüklərin bir-birini dəf etməsinə əsaslanır. Məsələn, burada elektroskop göstərmək istəsəm, bu gördüyünüz şüşə balondur, kürə formasında. Havası sovrulmuşdur və burada bir fərqli rəngdə qoyaq. Belə bir dielektrik tıxac vardır. Bir dielektrik nəysə bərkitmişik. Ümumiyyətlə bilirsiniz, naqillər elektrik cəryanı keçirən, dielektriklər isə elektrik cəryanı keçirməyən maddələrdir. Və biz həm burada bir dielektrik ayaqlıqdan istifadə edirik, elektrik yükləri axmasın deyə, belə bir şey. Və burada bir məftil, keçirici məftil əlavə edirik. Keçirici məftil əlavə edirik. Eyni zamanda burada folqa, nazik folqa, alüminium folqa yarpaqlardan istifadə edirik bu şəkildə. Bir də burada bizim sferamız var, kürəmiz var. Baxın, buna nümunə göstərsək, tutaq ki, baxın, biz əgər müsbət yüklənmiş cismi elektroskopun kürəsinə yaxınlaşdırsaq, nə baş verəcəkdir? Baxın, buradakı hadisə baş verəcəkdir. Yəni, yarpaqlardakı mənfilər, elektronlar qalxacaqdır təbii ki, kürəyə. Nəticədə burada elektron çatışmamazlığı yaranacaqdır. Yəni, müsbət yüklənəcəkdir. Və bunun hesabına yarpaqlar nə edəcəkdir? Açılacaqdır. Və bu yarpaqlar açıldığı zaman biz müəyyən edirik ki, bizim cisimimiz, yaxınlaşdırdığımız cisimimiz yüklü cisimdir. Bu yaxınlaşdırdığımız cismin yükündən asılı olaraq yarpaqların açılma bucağı fərqli olur. Əgər cisimlər, yaxınlaşdırdığımız cisim böyük yükə malikdirsə, yarpaqlar daha böyük açılır. Yox, kiçik yükə malikdirsə, daha kiçik açılır. Biz onunla onu müəyyən edə bilirik. Və ya əksi olsaydı, mənfi yükü yaxınlaşdırsaydıq, o zaman da bu hadisə baş verəcəkdir. Kürə, sfera müsbət, yarpaqlar isə mənfi yüklənəcəkdir. Yenə də həmin hadisədir. Əgər yaxınlaşdırdığımız cismin yükü böyükdürsə, yarpaqlar daha böyük açılır, kiçikdirsə, kiçik açılır. Və elektriklənmənin üçüncü növü olan
toxunma ilə elektriklənmədir ki, burada isə necədir dostlar? Yəni biz bir mənalı olaraq tutalım, bu gördüyünüz neytral cisimdir. Neytral cisimdir. Biz müsbət yüklənmiş cismi bir mənalı olaraq toxundursaq və ya keçirici məftillə birləşdirsək, dərhal bizim neytral cisimdə müsbət yüklənəcəkdir. Və ya əksinə, neytral cisimə biz mənfi yüklənmiş cismi toxundursaq və ya keçirici məftillə birləşdirsək, həmən neytral cisimdə neynəyəcəkdir? Mənfi yüklənəcəkdir. Bu isə toxunma ilə yüklənmədir. Və maraqlı məsələ nədir ki, daha çox bunlara aid bizim sual tiplərimiz olur ki, istərdim ki, onlardan bir-ikisini izah edim. Məsəl üçün, tutaq ki, bizim bir kürəmiz var, radiusu R olsun, digər kürəmiz var, onun da radiusu R olsun. Başlanğıc halda tutaq ki, birinci kürəmizin yükü olsun, məsələn, atıram 22, digəri də olsun, məsəl üçün 12. Hal-hazırda görürsünüz ki, sistemin yükü nəyə bərabərdir? 30 Q'ya bərabərdir. Əgər biz bu kürələri bir-birinə toxundururuksa, nə baş verir? Bunlar arasında yük mübadiləsi baş verir və toxundurub təzədən aralasaq nə baş verəcək? Bunlar arasında yük mübadiləsi baş verəcəkdir. Sadə olaraq bunları toplarıq, eləyir 32, bölürük 2 yerə. Müsbət 15 Q birinə düşür. Müsbət 15 Q isə digərinə düşür. Bu nə deməkdir dostlar? Bu o deməkdir ki, deməli, sağdakı kürədən soldakı kürəyə nə keçmişdir? Elektronlar keçmişdir. Özü də nə qədər keçmişdir dostlar? Nə qədər keçmişdir? Deməli, 5 elektron. 5 elektron, deməli, mənfi 5 elektron demək biraz yaxşı çıxmadı. Mənfi 5 Q. Mənfi 5 Q. Mənfi 5 Q yük sağdan sola keçmişdir və müsbət 20 Q-nun mənası nə deməkdir? Müsbət 20 Q-nun mənası o demək ki, burada 20 Q çatmır. 20 Q çatmır və onun 5-ini biz verəndə bu dəfə 15 Q çatmadı. Amma digərində 10 Q çatmırdı. Əksinə 5 dənə Q də verdi o tərəfə, mənfi Q-nu ki verdi. Bu səfər ki 15 dənə Q çatmadı. Biraz da sadə izah eləsək, yəni normalda tutalım ki, məsəl üçün, burada olmalı idi mənfi 50 Q və müsbət 50 Q. Amma görürsünüz, burada var müsbət 20 Q. Müsbət 20 Q onu göstərir ki, yəni burada mənfi 30 Q-də mənfi 30 Q yoxdur. Belə mi deyək? Mənfi 30 Q elə bil ki yox idi, mənfi 30 Q. Bu əlavə o, əgər 5 dənə elə bil ki elektron aldısa, o rəqəmlərlə biraz qarşı oldu. Yaxşı rəqəmlər verək.
Baxın, tutaq ki, qoy buradan bunu da işarəliyim. Aha. Və yaxud da lap ikisini mənfi verək. İkisini mənfi verək. O daha da yaxşı. 2 dənə mənfi verək. Məsəl üçün. Ta ki, bunun da radiusu R-dir. Bunun da radiusu R-dir. 2 dənə mənfi verək. Məsəl üçün, tutalım ki, birinə mənfi 12 verək. Birinə də mənfi, məsəl üçün, 16 küv verək. Bax, bunların mənası birinci, gəl baxaq görə nədir? Mənfi 12 o demək ki, burada artıq elə bil ki, 10 yük var da, artıq 10 yük var. Artıq elektron var. Ancaq mənfi 16 küv deyəndə nə başa düşürük? Burada da 16 dənə, misal üçün, artıq elektron var. Misal üçün, 16 elektron sağda artıqdır, 10 dənə elektron solda artıqdır. İndi biz bunları əgər birləşdiririk və ayırırıqsa, bunlar arasında yük mübadiləsi baş verir, potensiallar bərabərləşənə qədər. Və nəticədə nə baş verir? Nəticədə o baş verir ki, indi bu ümumilikdə sistemdə mənfi 26 küv artıqdır elektron, mənfi 26 elektron artıqdır. Bölünür bunların arasında mənfi 13 küv soldakına düşür, mənfi 13 küv sağdakına düşür. Bu isə o deməkdir ki, yəni sağdakından soldakına mənfi 3 küv yük keçir də. Yəni bu mənfi 3 küv sağdan sola keçir, soldakı mənfi 13 küv olur, sağdakı isə azalır. Yəni bayaqdan 16 dənə misal üçün elektron artıq etsə, indi 13 dənə elektron artıqdır da, o artığından 3-ünü verir o tərəfə. O solda onsuz da 10 dənə elektron tutaq ki, artıq idi. İndi oldu 13 dənə artıq. Bax, bu şəkildə bölünür. Və adətən radiuslar bərabər olanda asan olur. Əvvəlki yükləri toplayırıq və bölürük 2-yə. Q1, Q2 əvvəlki yüklərdir. Məsələn, buna Q1 deyirik, buna Q2 deyirik. Q1 işləyirik və Q2 işləyirik isə, məsələn, buna Q1 işləyirik deyirik, buna da Q2 işləyirik deyirik də, yəni sonraki. Adətən radiuslar bərabər olanda bu yüklər bərabər olur, sonraki yüklər bərabər olur. Amma bir də var, tutalım ki, radiuslar fərqlidir. O necə olur? Radiuslar fərqli olanda necə olur? Radiuslar fərqli olanda, dostlar, radiuslar fərqli olanda, bir dəqiqə, o necə olur? O da əslində elə çətin olmur, rahat olur. Məsələn, tutaq ki, bu R radiusludur, bu isə 2 radiusludur. Gəlin sadəlik üçün bunun birinə 1 deyək, birinə 2 deyək ki, sağ-sol deməyək. Məsələn, tutaq ki, ataq burada müsbət məsələn, müsbət 10 küv 1 olsun, müsbət 10 küv 1 olsun. Mənfi, elə eləyək ki, 3-ə də bölünsün. Mənfi, tutalım ki, 25-ə. Mənfi 25 küvdə 1 olsun, düzdür. Bax, bu nə deməkdir? O demək ki, indi biz bunları toxundurub aralayandan sonra, kənarlaşdırandan sonra, təbii ki, həmişə yadda saxlayın ki, potensiallar bərabər olacaq, o heç. Yəni, bu kürələri bir-birinə toxundurduqsa və ya toxundurub araladıqsa, onların potensialları bərabər olur. Yəni, potensiallar bərabərləşənə kimi yük mübadiləsi baş verir. Nəticədə nə olacaqdır, dostlar? Bax, müsbət 10-la mənfi 25-i toplasaq, yəni Q1, Q2-nü toplasaq və onu radiusların cəminə bölsək, vursaq birincinin radiusuna, alarıq birinci kürənin sonraki yükünü. Məsəl üçün, burada nə olacaq? 10 üstəgəl 25 mənfi elir, mənfi 15, mənfi 15-i bölsək, mənfi 15 küp, bölsək, radiusların cəmi 3 elə,
vursaq birincinin radiusu R-ə, düşər -5Q. Bu o deməkdir ki, birinci kürənin yükü olacaq -5Q, ikincinin yükü isə olacaq -10Q. Çünki cəmi yenə də -15Q etməlidir. Bu isə nə deməkdir? Bax, bu nə deməkdir? Bu o deməkdir ki, ikinci kürədən birinci kürəyə deməli 15 dənə -15Q yük keçəcəkdir. Yəni bu -15Q müsbət 10Q-nü neytrallaşdırır 10 dənəsi. Artıq 5-i qalır. Yəni bayaqdan birinci kürədə elə bir ki 10 dənə elektron çatmırdı. İndi 5 dənə elektron artıqdır. Çünki 15-i gəldi, 5 dənə artıq oldu. İkinci kürədə isə bayaqdan elə bir 25 dənə elektron artıq idisə, indi 10 dənə elektron artıqdır. Çünki 15-ini verdi birinci kürəyə. Eyni zamanda ikinci kürənin də yükünü axtarsaq, bu düstur olaraq, sadəcə olaraq R1 yerinə R2 yazarıq. R2-ni yazarıq. Bu da olar ikincinin yükü. Yəni radiuslar eyni olanda toxunmadan sonra kürələrin yükləri də, potensialları da bərabər olur. Ancaq radiuslar müxtəlif olanda toxunmadan sonra yüklər müxtəlif olur, amma potensiallar, kürələrin potensialları bərabər olur. Düşünürəm ki, yüklərin saxlanma qanunu və bunlar haqqında da bəhs eləyər. Bizdə başqa nə oldu? Deməli, elektriklənmənin növlərini də dedik. Daha sonra elektroskopun deməli, burada da yenə elektroskop haqqında deyə bilərik. Məsələn, yenə də baxın, bu tutaq ki, bizim elektroskopumuz olsun. Bu bizim elektroskopumuz olsun. Uşaqlar, baxın nəyə? Bu keçirici yenə çubuq olsun. Bu tutaq ki, buradan göy rəngdə eləyək. Folqa kağızlarımız olsun. Bu kürəsi olsun. Dielektriki qırmızı ilə işarələmişik. Bu dielektrik ayaqlıq olsun. Amma bu dəfə toxunduracaq. Məsələn, buradakı nümunədə yaxınlaşdırmışdı. Bax, fikir verin. Toxundurmuruq. Yaxınlaşdıranda əks olur yüklər. Baxın, müsbəti yaxınlaşdıranda kürə mənfi olur, yarpaqlar müsbət olur. Amma burada, məsələn, müsbət yüklənmiş cismi biz kürəyə toxundururuqsa və ya keçirici məftillə birləşdiririksə, onda həm kürəmiz, sferamız müsbət yüklənir, həm də yarpaqlar neynəyir? Müsbət yüklənir və nəticədə yarpaqlar yenə də açılır və bu açılmaya görə biz bilirik ki, toxundurduğumuz cismin yükü nə qədərdir? Yəni, keyfiyyətcə az öncə də dedik, keyfiyyətcə ölçə bilirik. Azdırmı, çoxdurmu? İndi burada bəzi maraqlı məsələlər var. Tutaq ki, biz bu elektroskopu yüklədik. Yükləyəndən sonra cismi uzaqlaşdırdıq. Gördüyünüz kimi bizim elektroskopun yarpaqları müsbət yüklənmişdir. Kürənin özü də müsbət yüklənmişdir. İndi burada maraqlı məsələ nədir? Biz təzədən müsbət yüklənmiş cismi gətirib yenə toxundursaq, biraz da yükləmiş olarıq, biraz da yarpaqlar açılar. Amma mənfi yüklənmiş cismi gətirib toxundururuqsa, o zaman burada vəziyyət biraz qarışıq olur. Məsələn, bu toxundurduğumuz cismin yükü azdırsa, yarpaqlar biraz yığılır. Ola bilər ki, elə olar ki, hətta yarpaqlar sıfırlanar, neytrallaşar. Amma o toxundurduğumuz mənfi yüklü cismin yükü
çox böyükdürsə elektroskopun yükündən, o zaman elektroskopu neytrallaşdırar, yəni yarpaqlar sıfırlanar, bucaq sıfırlanar, təzədən onu mənfi yüklər və yarpaqlar yenidən açılar. Yəni bu şeylər də ola bilər. Məncə bəsdir, çox xırdalamayağın, incələməyəyin, onsuz da bu tipli suallar elə də bizdə çox deyil. Elektroskopun iş prinsipi haqqında da dedim. Elektroskopun deməli iş prinsipi eyni işarəli yüklərin bir-birini itələməsinə əsaslanır. Ümumiyyətlə elektroskopdan nə üçün istifadə olunur? Cisimlərin elektriklənməsini müəyyən etmək üçün istifadə olunur. İndi isə mən Coulomb qüvvəsi haqqında danışmaq istəyirəm. Deməli dostlar, Coulomb qarşılıqlı təsir qüvvəsi təbii ki, elektrik yükü ilə yüklənmiş cisimlər arasında yaranan qarşılıqlı təsir qüvvəsidir. Gravitasiya qarşılıqlı təsir qüvvəsindən fərqi ondadır ki, gravitasiya qarşılıqlı təsir qüvvəsində bu qarşılıqlı təsir yalnız cazibə xarakterli olur. Yəni kütləyə malik olan cisimlər ancaq bir-birlərini cəzb edirlər. Amma Coulomb qarşılıqlı təsir qüvvəsində belədir ki, bu deməli yüklü cisimlər, yüklü zərrəciklər bir-birlərini həm cəzb edirlər, həm də itələrlər. Yəni yükün işarəsindən asılı olaraq. Beləliklə sükunətdəki iki nöqtəvi yük arasındakı elektrik qarşılıqlı təsir qüvvəsini gəlin müəyyən edək. Daha doğrusu bunu bizdən əvvəl Coulomb müəyyən etmişdir və burulma tərəzisindən istifadə edərək, burulma tərəzisinin iş prinsipi Hooke qanununa əsaslanır. O, burulma tərəzisindən istifadə edərək bunu təyin etmişdir. Misal üçün, müsbət Q1 yükü ilə misal üçün mənfi Q2 yükü arasında yaranan qarşılıqlı təsir qüvvəsinə baxsaq, bunların mərkəzləri arasındakı məsafəyə bir R desək, kiçik R desək, məsələn, birinci kürə tərəfindən ikinci kürəyə təsir edən qüvvə, baxın, göstərirəm buradan, birinci kürə tərəfindən ikinci yükə təsir edən qüvvə, eyni zamanda ikinci yük tərəfindən birinci yükə təsir edən qüvvə. Adətən belə yazırıq, 1, 2, 1, 2. 1, 2-nin mənası odur ki, birinci yük tərəfindən ikinci yükə təsir edən qüvvə. Burada isə 2, 1 yazırıq. Bunun isə mənası odur ki, ikinci yük tərəfindən birinci yükə təsir edən qüvvə. Və bu qüvvələr modulca bərabər olur, istiqamətcə əks olur, eyni təbiətli qüvvələr olur, bir-birlərini tarazlaşdırmır, ayrı-ayrı cisimlərə tətbiq olunur. Ümumiyyətlə, Coulomb qüvvəsi mərkəzi qüvvədir. Yəni, nöqtəvi yükləri birləşdirən düz xətt boyunca yönəlmişdir. Və bu qarşılıqlı təsir qüvvəsinin belə deyək, modulunu yazsaq, adətən vakuum üçün yazanda biz F0 ilə işarə edirik. Yəni, gravitasiya qarşılıqlı təsir qüvvəsindən fərqli olaraq Coulomb qarşılıqlı təsir qüvvəsi vakuumda başqa cür hesablanır, mühitdə, yəni dielektrik mühitdə başqa cür hesablanır. Yəni, dielektrik mühitdə məsafələr eyni qalmaq şərti ilə iki yük arasında yaranan qarşılıqlı təsir qüvvəsi mühitin dielektrik nüfuzluluğu dəfə azalır. Məsələn, F0 K deməli Coulomb sabit adlanır. K vurulsun modulda Q1 vurulsun modulda Q2 bölünsün R-in kvadratı. Bax, bu düstur vakuumda iki nöqtəvi yük arasında yaranan
qarşılıqlı təsir qüvvəsinin düsturudur. Qarşılıqlı təsir qüvvəsinin. Eyni zamanda biz bu düsturu mühit üçün də yazsaq, onda mühitin dielektrik nüfuzluğu epsilon, az öncə dediyimiz kimi, yəni vakuumda iki nöqtəvi yük arasında yaranan qarşılıqlı təsir qüvvəsinin məsafə eyni qalmaq şərti ilə həmin yüklərin dielektrik mühitdə arasında yaranan qarşılıqlı təsir qüvvəsindən neçə dəfə böyük olduğunu göstərir. Yəni F0-ın F-dən, yəni R-in sabit qalması şərti ilə eyni yüklər arasında yaranan qarşılıqlı təsir qüvvəsi vakuumda F0-dır, mühitdə F-dir. Yəni bu vakuumdakı F0-ın mühitdəki F-dən neçə dəfə çox olduğunu göstərən kəmiyyət epsilon dielektrik nüfuzluğudur. Vahidi yoxdur. Adsız deyirik, ölçüsü yoxdur. Vakuumda epsilonu 1-ə bərabər götürürük. İndi eyni Coulomb qüvvəsi düsturunu mühit üçün yazsaq, o zaman F bərabər olacaq F0 bölünsün epsilon, yəni K vurulsun modulda Q1, modulda Q2 bölünsün epsilon R-in kvadratı. Beləliklə, Coulomb qarşılıqlı təsir qüvvəsi, məsələn, Q1 sabitdirsə, Q1 sabitdir, R sabitdirsə, məsələn, və ya Q2 sabitdir, R sabitdirsə, Q1-dən düz mütənasib asılıdır. Və yaxud da Q1 sabitdir, R sabitdirsə, Q2-dən düz mütənasib asılıdır. Və yaxud da Q1, Q2 sabitdirsə, məsafənin kvadratından tərs asılıdır, tərs mütənasib asılıdır. Bax, bu şəkildə. Eyni zamanda R sabitdirsə, Q1, Q2 sabitdirsə, onda epsilondan tərs mütənasib asılıdır. Bundan başqa tutaq ki, R-i axtarsaq, R nəyə bərabərdir? Kök altında Q1, Q2 modulda yenə də bölünsün, o K-nı da buraya yazaq, bölünsün epsilon F. Bu şəkildə tapa bilərik. Ümumiyyətlə, buradan digər kəmiyyətlərin tapılması artıq bizim üçün o qədər də çətin deyil. Bundan başqa mən yuxarıda göstərdim, amma tutalım indi ikisi də müsbət yükdür. Əgər ikisi də müsbət yükdürsə, onda da bunlar bir-birlərini itələyəcəkdir. Məsələn, Q1, Q2. Məsələn, birinci, ikincini itələyəcəkdir sol tərəfə, daha doğrusu sağ tərəfə 1, 2. Eyni zamanda ikinci də birincini itələyəcəkdir sol tərəfə. Bu isə olsun F2, 1. Yəni, bu şəkildə olacaqdır. Bəs K nədir dostlar? K dedik ki, Coulomb sabitidir. Əslində 1 bölünsün 4pi epsilon 0. Epsilonla epsilon 0'ı qarışdırmayın. Epsilon dielektrik nüfuzluğudur. Epsilon 0 isə elektrik sabitidir. Ümumiyyətlə, Coulomb qüvvəsindən, Coulomb qarşılıqlı təsir qüvvəsindən K-nı tapsaq, F0 vurulsun R-in kvadratı bölünsün Q1 modulda vurulsun Q2 olar. Düzdürmü? Məsələn, bu Coulomb sabitinə məna versək, fiziki məna. Yəni, hər birinin yükü 1 Coulomb olan və aralarındakı məsafə 1 metr olan vakuumda iki yük arasında yaranan qarşılıqlı təsir qüvvəsi Coulomb sabitinə bərabərdir. O da təxminən 9 vurulsun 10 üstü 9. Vahidi də buradan müəyyən etsək, Newton vurulsun metrin kvadratı bölünsün
klon kvadratı olar. Yəni bir sözlə klon sabiti onsuz da testlərdə veriləcək. Yəni bunu əzbər bilməyə ehtiyac varmı? Yoxdur, testlərdə veriləcək. Epsilon 0 isə elektrik sabiti isə onu da hesablasaq təxminən o da 8,85 vurulsun 10 üstü -11 qiymətini alacaqdır. Vahidi klon sabitinin vahidinin tərsidir. Yəni klon kvadratı böl Newton vurulsun metr kvadratı olacaqdır. İndi bunları əsas vahidlərlə yazmaq istəsək, Newton onsuz da bilirik açmağı. Newton kiloqram vurulsun metr bölünsün saniyənin kvadratıdır. Klon isə amper vurulsun saniyə. Yəni bunlardan istifadə edib özümüz tapa bilərik. Beləliklə yaddan çıxan bir şey olmadı ki, epsilon 0 haqqında danışdım, K haqqında danışdım, epsilon haqqında danışdıq, düsturları bildik. Belə bir şey mən bilən qalmadı. İndi əsasən burada mən sizin üçün göstərmişəm, baxın. Burada da var, videonu da saxlayıb baxa bilərsiniz. Bu gördüyünüz elektroskopdur. Məsələn burada var. Nə üçün istifadə olunur, neyinir, 1 nədir, 2 nədir, 3 nədir, yəni istəsəz baxa bilərsiniz. Məsələn, bu gördüyünüz elektrofor maşınıdır. Elektrofor. Gördüyünüz kimi bu sürtünmə nəticəsində elektriklənməyə əsaslanır iş prinsipi, yəni elektrik yükü hasil eləmək məqsədilə istifadə olunur. Gördüyünüz elektrometrdir. Elektrometrlə elektroskopu qarışdırmayın. Elektroskop da elektrometrdə iş prinsipi eyni adlı yüklərin bir-birini itələməsinə əsaslanır və yaxud da ki, eyni işarəli yüklərlə yüklənmiş cisimlərin bir-birini itələməsinə əsaslanır. Elektrometrlə adətən potensiallar fərqini ölçürük. Deyirik, elektrometr kəmiyyətcə ölçür. Çünki elektrometrdə gördüyünüz kimi şkala var. Bu şkalada o müəyyən olunur. Amma elektroskop sadəcə keyfiyyətcə müəyyən edir ki, var, yoxdur. Bu isə o klon istifadə etdiyi burulma tərəzidir və iş prinsipi Hooke qanununa əsaslanır. Yəni istədim ki, bunların da şəklini görəsiniz. Digər tərəfdən maraqlı məsələlər var. Məsələn, hansı maraqlı məsələlər var? Topluda da var. Tutalım bizə bir məsələn, bu şəkildə bir üçbucaq verirlər. Burada məsələn, müsbət yüklü zərrəci var, cisim var, fərqi yoxdur. Burada da müsbət olsun. Tutaq ki, burada isə mənfi olsun. Tutaq ki, mənfi olsun. Gəlin bunların bir-birinə təsirinə baxalım. Gəlin ad da qoyalım. Tutaq ki, A olsun, B olsun, C olsun. Baxın, A B-ni neynər? A B-ni cəzb edir. Baxın, A B-ni cəzb edir. Gördünüzmü? Bəs A C-ni neynər? A C-ni itələyir. A C-ni itələyir. A-dan qurtardıq. Keçək B-yə. Bunu da gəlin fərqli rəngdə qoyalım. Bəs B A-nı neynir? Ya da bu deyin olsun. Onsuz da göstərirəm. B A-nı neynir? B də A-nı cəzb edir. B C-ni neynir? B C-ni də cəzb edir. B C-ni də cəzb edir. Bəs C A-nı itələyir. Eyni işarə əldə. C A-nı itələyir. Bəs C B-ni neynir? C B-ni cəzb edir. Gəlin indi yekununa baxalım. Deməli A və C tərəfindən B-yə təsir edən yekun qüvvə gördüyünüz kimi aşağıya doğrudur.
B və C tərəfindən A-ya təsir edən yekun qüvvə gördüyünüz kimi bu şəkildədir. B və A tərəfindən C-yə təsir edən yekun qüvvə isə gördüyünüz kimi bu şəkildə olacaqdır. Yəni bir nümunə mənə elə gəlir ki, bəs eləyər digər topluda olan suallarda yazmaq üçün. Məsələn, bu topluda 22, 23, 24, 25 nömrəli suallar, məsələn, bu tipli suallar. Bundan başqa, məsələn, 17, 18 nömrəli suallar var. Məsələn, deyir ki, yükü Q1 olan kürənin mərkəzi ilə yükü Q2 radiusu R olan kürənin səthi arasındakı minimal məsafə. Baxın, səthi arasındakı minimal məsafə. Fikir verin, nə dedi? Yükü Q1 olan kürənin mərkəzi ilə yükü Q2 radiusu R olan kürənin səthi arasındakı minimal məsafə L desək, bu kürələr arasında yaranan qarşılıqlı təsir qüvvəsi F bərabərdir K vurulsun modulda Q1 vurulsun modulda Q2 bölünsün deməli L üstə gəl R-in kvadratı olacaqdır. Buna fikir vermək lazım. Bu da məsələn 17-18 nömrəli suallarda bu şəkildə yaza bilərik. Başqa elə bir məsələn yuxarıda Q bərabərdir N vur 7 dedik, amma məsələn Q-nün N-dən asılılığı necə olacaqdır? Q-nün N-dən asılılığı deməli o da düz mütənasib asılı olacaqdır. Çünki cisimdə olan artıq elektronların sayı nə qədər çox olsa, yüklənmə o qədər çox olacaqdır və yaxud da elektron çatışmamazlığı nə qədər çox olsa, yüklənmə o qədər çox olacaqdır. Belə baxıram, topluda da belə bir sual qalmadı ki, bəlkə bu maraqlı olar. Tutaq ki, deyir ki, 2 müsbət və 2 mənfi yükdən ibarət elektrik yükləri sistemində neçə cüt cəzb etmə qüvvəsi vardır? Məsələn, müsbət, 2 müsbət, 2 mənfi. Baxın, 2 müsbət, 2 mənfi götürsək, gəlin cazibəyə baxalım. Məsələn, bu müsbət yük, bu aşağıdakı mənfi yükü cəzb edir. Eyni zamanda mənfi də onu neynəyir? Cəzb edir. Yəni, bir-birlərini cəzb edir. Baxın, biri bu şəkildə cəzb edir, digəri də bu şəkildə cəzb edir. Gördüyünüz kimi bir cüt cazibə qüvvəsi var. Eyni zamanda burada da yenə də bir cüt cazibə qüvvəsi var. Mənfi müsbəti özünə çəkir, müsbət də mənfini özünə çəkir. Gördüyünüz kimi 2 cüt var. Eyni zamanda yenə də mənfi bu müsbəti özünə çəkir, müsbət mənfini özünə çəkir. Eyni zamanda burada da yenə də mənfi müsbəti özünə çəkir, mənfi müsbəti özünə çəkir. Gördüyünüz kimi 1, 2, 3, 4 cüt. Burada 4 cüt deməli cəzb etmə qüvvəsi mövcuddur. Bəs itələmə necə olacaqdır? Təbii ki, bu müsbət yükü gördüyünüz kimi itələyəcəkdir. Bu da bunu itələyəcəkdir. Gördüyünüz kimi bir cüt burada itələmə mövcuddur. Yenə mənfi biri bunu bu tərəfə, digəri də bu tərəfə itələyəcəkdir. Bir cüt də burada mövcuddur. Deməli, 2 müsbət, 2 mənfi yükdən ibarət olduqda 4 cüt cazibə, 2 cüt isə itələmə qüvvəsi deməli, itələmə qüvvəsi mövcuddur. Bundan başqa, baxın, toplu gördüyünüz kimi dostlar, gözümün önündədir, vərəqləyirəm. Elə bir şey qalmadı ki, siz onu yaza bilməyəsiniz. Burada 15-16 nömrəli suallar ki var, onlar
növbəti dərsə aid olan suallardır, amma yəni yazasınız deyə deyim, növbəti dərsdə bu haqqında daha geniş danışacaq. Biləsiniz ki, müsbət və mənfi yüklərdir. Qüvvə xətləri müsbətdən mənfiyə doğru olur. Müsbətdən mənfiyə doğru olur. Qırmızı ilə göstərdim. Qüvvə xətləri müsbətdən mənfiyə doğru olur. Bu şəkildə. Yəni müsbətdən çıxır, mənfiyə neyniyir? Daxil olur. Yəni bu şəkildə gördüyünüz kimi mənfiyə daxil olur. Lakin müsbətdən neynəyir? Müsbətdən çıxır. Elə başa düşürəm ki, bu dərsə baxdıqdan sonra sualları rahat şəkildə yaza bilərsiniz. Cəmi 25 dənə sualdır. Yəni elektrik yükü Coulomb qanunu. Oldu dostlar. Ümid edirəm ki, həftənin 5-ci gününə kimi siz bu dərsi yaxşı-yaxşı öyrənib, testləri də yaxşı-yaxşı yazasınız və nə suallarınız varsa mənə göndərərsiniz. Mən də izahını verəcəm. Oldu, sağ olun.